Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ekologiya mövzusunu izahını paylaşacağım. Nədir ekologiya? Ekologiya canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən elm deməkdir. Oikos ev, yaşayış məskəni deməkdir. Dünya da bizim yaşayış məskənimizdir, evimizdir. Və ekologiyada bu dünyada yaşayan canlıların və mühitin bir-biri ilə qarşılıqlı əlaqəsi öyrənilir. Yaxşı, mən deyirəm mühit. Nə deməkdir mühit? Mühit, orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün şəraiti deməkdir. Bir yerdə adlanır mühit. Mühit 4 hissədən ibarətdir. Su, torpaq, atmosfer və canlı orqanizmlər. Mühit davamlı olaraq canlı orqanizmlərə təsir göstərir. Mühitin canlı orqanizmlərə təsir göstərən elementləri adlanır ekoloji amillər. Mən ekoloji amilləri bölürəm 3 qrupa. Deyirəm abiotik, biotik və antropogen. Abiotik amillər cansız təbiətə amillərdir. Biotik canlılar arasındakı münasibətlər, antropogen isə insan təsiridir. Mən bunları testə necə ayırd edəcəm? Məsələn, abiotik dedikdə, məsələn, bir temperatur canlıdırmı temperatur? Yox. Və yaxud rütubət canlıdır? Yox. Rütubətin təsiri, temperaturun təsiri deyirsə, torpaqla bağlı nəsə deyirsə, yəni cansız olan faktorların hamısı abiotik amillərdir. Biotik dedikdə isə canlılar arasındakı münasibətlər. Məsələn, deyirsə ki, arının, tutaq ki, çiçəkləri tozlandırması. Həşəratla çiçəklərin tozlanması. Baxıram, həşərat canlıdır, çiçək canlıdır. Demək, bu biotik əlaqədir, canlı-canlı əlaqəsidir. Siz testə baxıb görəcəksiniz, əgər iki canlının əlaqəsindən söhbət gedirsə, bu artıq biotik amil olacaq. Biri də var antropogen amil. Antropos bilirsiniz ki, insan deməkdir. İnsanın təsiri ilə olan amil antropogen amildir. Bunu da testə ayırd eləmək asandır ki, məsələn, insan tərəfindən aparılan proses adlanacaq antropogen amil. Deməli, gəlin baxaq görək nədir məhdudlaşdırıcı amil, nədir optimum intensivlik. Məhdudlaşdırıcı amil növ üçün müəyyən dözümlülük həddindən kənara çıxmaq deməkdir. Yəni, məsələn, hər hansısa bir növ üçün, məsələn, insan üçün gəlin baxaq burada, optimum intensivlik müsbət 50, mənfi 70 arasındadır. Yəni, İnsan üçün temperatur amili müsbət 50, mənfi 70-də əlverişlidir. Əgər müsbət 50-dən yuxarı olarsa, bu artıq məhdudlaşdırıcı amildir. Mənfi 70-dən aşağı olarsa, bu da məhdudlaşdırıcı amildir. Yəni, harda ki, insan üçün əlverişlidir, bu adlanır optimum intensivlik. Optimum intensivlikdən yuxarı, aşağı adlanır məhdudlaşdırıcı amil. Yəni, dözümlülük həddi, baxın, müsbət 50, mənfi 70-dir. Artıq buradan kənara çıxırsa, bu adlanır məhdudlaşdırıcı amil. Baxın, bu şəklə də baxaq. Bura orqanizmin dözümlülük həddidir, optimumdur. Artıq buradan kənara çıxdıqda get-gedə stres, sonra isə məhv olma baş verir. Sonra gələk baxaq abiotik amillərə. Dedik ki, abiotik amillər cansız amillərdir. A, inkar, bios, həyat deməkdir. İşıq, temperatur, hava, rütubət, torpağın nəmişliyi, torpağın aerasiyası, aer, hava deməkdir. Bunların heç birisi canlı deyil. Ona görə də bunlar cansız ekoloji amillər adlanır, yəni abiotik amillər. Gəlin abiotik amillərdən işıq haqqında danışaq. İşıq spektrini biz ümumiyyətlə bölürük ultrabənövşəyi, görünən və infraqırmızı işığa və işıq bilirsiniz ki, bizim ən əsas işıq mənbəyimiz günəşdir. Ultrabənövşəyini də biz özümüz bölürük. Qısa dalğalı və uzun dalğalı. Dalğa uzunluğuna görə 0,29-dan aşağı olanlar qısadır. 0,30, 0,40 arası olanlar uzun dalğalıdır. Qısa dalğalılar belə deyək də, qısa gəlib çatmır.
və çünki ozon qatı tərəfindən tutulur və canlılar üçün öldürücü təsirə malikdir və səbəb olur züalların denaturasiyasına, amma gəlib çatmır ümumiyyətlə bu. Uzun dalğalar isə yüksək dozada olarsa öldürücüdür, amma az miqdardası ilə dəridə D vitamini sintez olunur. İndi qısa dalğalı yadınızda saxlayın ki, belə deyək də qısadır, gəlib yer üzünə çata bilmir, belə yadınızda saxlayın. Züalların denaturasiyasına səbəb olur. Uzun dalğalı isə yüksək dozası olarsa öldürücüdür, amma az miqdarda dəridə D vitamini sintez olunmasına kömək edir. Görünən şüalar isə ümumiyyətlə atmosfer tərəfindən tutulmur. Heyvanlar görür, adından göründüyü kimi də görünən. Heyvanlar, insan bu şüaları görə bilirlər və istifadə olunur fotosintezdə. Görünən işığı əlaqələndirəcək fotosintezdə. İnfraqırmızı isə, baxın, bu dalğa uzunluğu 0,40-0,75 arasıdır. İndi bu görünən şüadan yenə bir şey deyəcəm. Hələlik baxın bura, infraqırmızı uzunluğu 0,75-dən çoxdur və I şəklində yanınızda saxlayın. İnfraqırmızı istilik mənbəyidir. Və uzunluğu dedik ki, 0,75 mikrometrdən çoxdur. İnsanın gözü bu infraqırmızı şüaları görmür. Baxın bir dənə bu cədvələ, baxın dalğa uzunluğuna görə. Baxın bura. Bənövşəyi, göy, mavi, yaşıl, sarı, narıncı, qırmızı bunları belə deyək, ardıcıllığı ilə yadda saxlamaq lazımdır və fotosintez daha sürətli olur. Baxın burada. Qırmızıda. Bunu necə yadımızda saxlayırıq? Qarı nənə 80 yaşında məxməri gülə bənzəyir bu cümlənin tərsindən. Bənövşəyi, göy, mavi, yaşıl, sarı, narıncı, qırmızı dalğa uzunluğu get-gedə arta gedir və dedik ki, fotosintezdə istifadə olunur görünən şüalanmadan. Belə, burası məncə aydın oldu. Rütubət və temperaturdan danışdıq. Hər ikisi asılıdır ilin fəslindən və yaşayış yerindən. Yəni, hər yerdə eyni olmur və hər fəsildə eyni olmur. Fəsildən asılı olaraq temperatur dəyişir, yaşayış yerindən asılı olaraq temperatur dəyişir, rütubət dəyişir. Sonra danışaq indi rütubətlə əlaqəli quraqlığa uyğunlaşmadan. Rütubət belə deyək, bitki heyvanların çoxsu rütubət sevəndir və əgər quraqlıq ərazidə yaşayırsa bəzi canlılar, bunlarda uyğunlaşmalar yaranır. Məsələn, səhra bitkilərinin güclü, uzun kök sistemi olur. Mən həmişə bunu deyirəm ki, elə bir ki, quraqlıqdadır, torpağın altında su axtarır. Ona görə uzun, güclü kök sistemi var ki, su axtarsın, tapsın. Sonra çoxillik otların yerüstü hissəsinin quruması, yarpaqların tökülməsi bu suyu belə deyək, buxarlandırma ilə əlaqəlidir ki, yəni daha az su buxarlandırsın da, suyu yoxdur axı. Sonra yarpağın tikana çevrilməsi, qalınlaşması, mum örtüyünün olması, tükcüklərinin olması bu uyğunlaşmadır. Sonra heyvanların bədənində yağ ehtiyatının toplanması, çünki biz bilirik ki, yağın oksidləşməsindən də su alınır. Heyvanların gecə həyat tərzinə keçməsi və səhra heyvanlarının dəri keçiriciliyinin azalması. Bunların hamısı quraqlığa uyğunlaşmalardır. İndi danışaq bioloji ritm haqqında, başqa sözlə dövri hadisələr nə deməkdir bu? Orqanizmlərin həyatında təkrarlanan hadisələr baş verir, yəni dövri hadisələr baş verir. Məsələn, böyümə, məsələn, inkişaf, nəsil vermə, köçmə, yay yuxusuna getmə, qış yuxusuna getmə, bunlar müəyyən periodla baş verən hadisələrdir və adlanırlar bioloji ritm. Bioloji ritmdə iki mexanizm var. Bir, fotoperiodizm, İkincisi bioloji saat. Əvvəlcə bioloji saatı deyim. Bu vaxtı ölçmək qabiliyyətidir. Məsələn, heyvanlar elə olur ki, günün müəyyən saatında səs çıxarırlar. Baxın, deyirəm, müəyyən saatında və bu hər gün təkrarlanır. Bu adlanır bioloji saat.
Məsələn, hər hansısa bir bitkidə günün müəyyən saatında çiçək açır. Bu da bioloji saatdır. Və yaxud bir neçə gün oyanırsınız saat 6-da, alarm qurursunuz, oyanırsınız 6-da. Bir neçə gündən sonra alarm qurmasanız da həmin saatda oyanmağa başlayırsınız. Çünki bioloji saatınız işə düşmüş olur. Bəs nədir fotoperiodizm? Fotoperiodizm isə orqanizmin günün uzunluğuna verdiyi cavab reaksiyasıdır. Günün uzunluğu ümumiyyətlə belə deyək də, mövsüm bu testdə də var bu sual. Canlı orqanizmlərin mövsümi inkişafını idarə edən əsas amildir. Mövsümi olaraq həmçinin bilirsiniz ki, günün uzunluğu qısalır, qışda qısalır, sonra artır və buna əsasən günün uzunluğuna uyğunlaşma ilə əlaqədar bitkilər bölünür qısa günlü və uzun günlü bitkilər. Qısa günlü bitkilər payız gülü, georgin, zəfəran, başqa sözlə soğan gülü və qısa günlüdür bunlar. Bir də var uzun günlü. Bitkilərin çoxusu uzun günlüdür. Hansı bitkilər ki, qısa günlüdür? Nə deməkdir qısa günlü? Günün uzunluğu qısalanda bu çiçəklər, bu bitkilər yəni çiçəkləyirlər. Uzun günlüdə ki, gün uzananda bu bitkilər çiçəkləyirlər. Yəni bununla əlaqədardır qısa günlü, uzun günlü sözü. Sonra danışaq populyasiya. Biz populyasiya haqqında danışmışıq bundan əvvəlki mövzularımızda, bilirik. Məsələn, birinci şəkildə görürük tək bir orqanizmi. Burada isə növlərin əmələ gətirdiyi populyasiya, bir də demişəm, həmişə yadınızda saxlayın, populyasiya növdən deməli kiçik bir anlayışdır, yəni növün bir hissəsidir. Populyasiyanın bir neçə anlayışı var. Məsələn, tutduğu sahə, fərd sayı, sıxlığı, cins tərkibi, ekoloji strukturu və yaş tərkibi. Hər biri haqqında qısa məlumat verək. Populyasiya, növün populyasiyası gəlib tutaq ki, müəyyən bir ərazidə yaşayır. Bu onun tutduğu sahədir. Fərd sayı, hər bir populyasiyanın böyüklüyü fərd sayı ilə ifadə olunur da. Məsələn, bir populyasiyada fərd sayı çoxdur, demək bu böyük populyasiyadır. Fərd sayı azdır, demək bura daha kiçik populyasiyadır. Bir çox faktorlardan asılıdır. Yəni bura ekoloji amillər təsir göstərir, doğum olur, ölüm olur, miqrasiyalar baş verir populyasiyalar arasında. Buna görə deyirik ki, populyasiyanın sayı dəyişir. Yəni fərdlərin sayı dəyişir və mən istifadə edirəm populyasiyanın sıxlığı deyilən bir anlayışdan. Populyasiyanın sıxlığı isə müəyyən sahə vahidinə düşən fərd sayıdır. Məsələn, tutaq ki, bir fildir, onun yaşayış sahəsi 40 kvadrat kilometr. Bu onun belə deyək, sıxlığının böyüklüyündən, orqanizm böyüklüyündən, onun yaşayışı üçün nə qədər sahə lazım olmasından asılıdır. Sonra danışıram cins tərkibindən. Populyasiyada erkək və dişi fərdlərin nisbətini bildirir. Olmalıdır nisbət 1-in 1-ə. Yəni dişilərlə erkəklər bərabər sayda olmalıdırlar. Nisbət pozulsa populyasiya məhv olar. Sonra populyasiyanın ekoloji strukturu, belə deyək, populyasiyada olan fərdlər müxtəlifdirlər. Yəni bir-birindən fərqlənirlər. Harda ki müxtəliflik çoxdur, o populyasiya daha davamlıdır. Biri də var, yaş tərkibi, yaş tərkibinə görə də müxtəlif olurlar. Fikirləşək görək hansı daha çox olar. Əgər populyasiyada yaşlı fərdlər çoxdursa, bu populyasiya məhvə gedəcək. Yox, əgər belə deyək, böyüməkdə olan populyasiyadırsa, burada cins yetişkənliyinə çatmamışlar var, ya da cins yetişkənliyə çatmış fərdlər var. Demək, bu populyasiya artıq böyüyəcək indidən sonra. Yəni, fərdlər çoxalacaq, fərd sayı artacaq, populyasiya böyüyəcək. Bu, təbii ki, tarazlıqda da ola bilər. Yəni, cavan və yaşlı fərdlərin nisbəti bir-birinə bərabər ola bilər. İndi isə danışaq biogeosenoz anlayışından. Bir dəqiqə. Nədir biogeosenoz? Yer səthinin canlı orqanizmlərdən və onların yaşayış mühitindən ibarət eyni tipli birgə yaşayış sahəsidir. Yəni, müəyyən bir ərazidir, həmin o ərazidəki canlı orqanizmlər və onların yaşadığı mühit bir yerdə adlanır biogeosenoz. Mən biogeosenoza ekoloji sistem də deyə bilərəm, başqa sözlə. Yəni, biogeosenozu ekoloji sistem adlandıra bilərəm.
Belə bir ifadə işlədirəm. Deyirəm ki, bütün biogeosenozlar ekosistemdir. Amma bütün ekosistemlər biogeosenoz deyil. Bunu akvarium misalı ilə desəm yadınızda saxlayacaqsınız. Baxın, görürsünüz burada akvariumdur, sudur, balıqdır. Bu adlanacaq biogeosenoz. Akvarium, su, balıq. Bir yerdə biogeosenozdur. Çünki canlı və onun yaşadığı mühit bir yerdədir. Amma tək akvariumla su bu bitkiyə də diqqət eləmirəm. Ekosistem adlanır. Akvariumla su ekosistem adlanır. Baxın görürsüz, mən buna ekosistem deyə bilərəm. Amma axı burada canlı yoxdursa mən buna biogeosenoz deyə bilmərəm. Axı baxın bio demək burada canlı olmalıdır. Ona görə deyirəm ki, bütün biogeosenozlar ekosistemdir. Bütün ekosistemlər biogeosenoz deyil. İndi biosenoz və biotop. Biogeosenoz məncə aydın olmalıdır. Biosenoz və biotop anlayışları var. Hər birinə baxmamışdan əvvəl deyim ki, biogeosenoz, biosenozla biotopun cəmi deməkdir. Biosenoz canlıdır, biotop onun yaşadığı mühit. Canlı üstəgəl mühitdə biogeosenoz deməkdir. Tərifinə baxaq, onu aydınlaşdırmağa çalışaq. Biosenoz eyni yaşayış sahəsində tarixən yaranan, birgə yaşamağa uyğunlaşmış canlı orqanizmlərin, populyasiyaların davamlı birlikləridir. Buna başqa sözlə deyirik təbii birliklər. Məsələn, bataqlıq, çəmənlik, enli yarpaqlı meşə, bunlar təbii birliklərə misal ola bilərlər. Biotop isə həmin o sahədir. Hansı ki, eyni relyefdir, iqlimdir, yəni məsələn temperaturdur, rütubətdə eyni olan bir mühitdə müəyyən bir biosenozun, yəni canlının məskən saldığı sahədir. Qısa ifadə eləsək, biosenoz canlıdır, biotop mühitdir. Biogeosenoz isə ikisinin cəmidir. Yəni həm canlı, həm canlının yaşadığı mühit. İndi isə danışaq produsent, konsument və redusentlərdən. Ekosistemin hər əsas strukturu bu üçündən ibarətdir. Bu üç qrup orqanizmlərdən, produsentlərdən, konsumentlərdən və redusentlərdən. Qısa-qısa ifadə eləsəm, bir dəqiqə. Qısa-qısa ifadə eləsəm, produsent üzvü maddə hazırlayır, özü əziyyət çəkir, qeyri-üzvü maddədən üzvü maddə hazırlayır. Konsument həmin o hazır üzvü maddə ilə qidalananlardır. Redusentlər isə üzvü maddələri ən sadə mineral birləşmələrə qədər parçalayan orqanizmlərdir. Produsent əziyyət çəkir, qeyri-üzvü maddədən üzvü maddə hazırlayır. Konsument hazır üzvü maddədən istifadə edir. Redusent isə bu üzvü maddələri parçalayır sadə mineral maddələrə. Gəlin hər biri haqqında biraz da danışaq. Canlılar hansılardır? Konsument hansılar? Redusent hansılar? Produsent canlılar avtotrof canlılardır. Yəni qeyri-üzvü maddədən üzvü maddə sintez etmək nə deməkdir? Ya fotosintez etmək, ya xemosintez etmək. Yəni bura aid olacaq fotosintez edən bitkilər, siyanobakteriyalar, xemosintez edicilər. Bunlar produsentlərdir. Konsumentlər ot yeyən heyvan, ət yeyən heyvan, qarışıq qidalanan heyvanlar, parazitlər və göbələklər. Redusentlər isə bakteriyalar və göbələklərdir. Yəni minerallaşdıran, üzvü maddələri minerallaşdıran bakteriyalar və göbələklərdir. İndi bir dəfə ümumi baxaq. Baxın, bakteriya hər üçünə aiddir. Çünki fotosintez edən, xemosintez edən bakteriyalar produsentlərə aiddir. Konsumentlərdə də var, redusentlərdə də var. Hər üçünə aid olan bakteriyalardır. Göbələklər isə produsentlərə aid deyil, ancaq konsument və redusentlərə aiddir. Baxın, produsentlər üç aləmə aiddir. Yəni göbələklərdən başqa bitki ola bilər, bakteriya, heyvan ola bilər produsent. Bakteriya isə həm produsent ola bilər, həm konsument, həm redusent. Və gəlin bir dənə ardıcıllığa baxaq. Produsent bitkidir. Deməli, qeyri-üzvü maddədən günəş işığından istifadə elədi, qeyri-üzvü maddədən üzvü maddə hazırladı. Gəldi ilkin konsument bu üzvü maddə ilə qidalandı. İkinci konsument quş gəldi, birinci konsumenti yedi. Quşu gəldi, daha iri bir quş yedi. O oldu üçüncü konsument. Sonra isə redusent tərəfindən parçalandı. Amma mən hər bir halqadan sonra redusent yazmışam. Baxın, produsentdən sonra ilkin konsumentdən, ikinci konsumentdən, üçüncü
konsumentdən sonra. Deyirik ki, redusentlər qida zəncirinin hər bir halqasından sonra yerləşirlər. Çünki baxın, produsent üzvü maddə hazırlayır da, redusent bunu parçalaya bilər minerala. Burada da var parçalayar, ikincidən sonra da gələ bilər, üçüncüdən sonra da gələ bilər. Ona görə deyirik ki, redusentlər hər bir halqadan sonra yerləşə bilirlər. Qida zənciri nədir? Bir növ qidalanır digər bir növlə, yaranır qida zənciri, yəni qida əlaqəsi, başqa sözlə trofik əlaqə. Trofi sözünün mənası da qidalanma deməkdir. Trofi qidalanma, qida əlaqəsi, yəni trofik əlaqə. Məsələn, burada bir qida zənciri qurulur. Baxın bir dənə diqqətlə, kimsə kimdənsə qidalanır, zəncir yaranır. Məsələn, bir bitkini yeyir bitki yeyən heyvan, bitki yeyən heyvanı ət yeyən heyvan, ət yeyən heyvanı isə cücülərdir, mikroorqanizmlərdir, gəlir onun cəsədi ilə qidalanırlar. Misal üçün, ət yeyən heyvan öldü, gəldilər onun cəsədi ilə qidalandılar və tərkibindəki üzvü qalıqları minerallaşdılar, bir də qaytardılar torpağa. Ona görə deyirik ki, bitkini bitki yeyən heyvan, bitki yeyən heyvanı ət yeyən heyvan yedi. O da tutaq ki, öldü, gəldi cəsədi ilə cücülər, mikroorqanizmlər qidalandılar. Onun bədənindəki üzvü maddələri minerallaşdılar, bir də qaytardılar torpağa. Biz buna deyirik ki, canlı təbiətin cansız təbiətə axınını təmin etdilər. Birinci konsumentləri biz ayırırıq. Birinci dərəcəli, ikinci dərəcəli və üçüncü dərəcəli konsumentlər. Biz produsent 1 deyirik, redusent 1 dənə, amma konsumentlər bir neçə dənə olur. Birinci dərəcəlilər, belə fikirləşək də, produsentdən sonra gələcəklər və daha çox bitki ilə qidalananlar olur birinci dərəcəli konsumentlər. Birinci dərəcəli konsumentə, məsələn, maraldır, cüyürdür, dəvədir, dovşandır, sıçandır, çəyirtkə, şala, may böcəyi, balıqlar hansı ki, yosunla, yəni bitki ilə qidalanırlar, bunlar birinci dərəcəli konsumentlərdirlər. Baxın, məsələn, buradakı, bax, bunlar birinci dərəcəli konsumentlərdir, bitki ilə qidalandılar. İkinci dərəcəli konsumentlər, baxın, bunlar birinciləri yeyirlər. Üçüncü dərəcəli konsumentlər əsasən yırtıcılar olurlar və qidalanırlar ikinci dərəcəli konsumentlərlə. Enerji itkiləri baş verir. Nə səbəbə? Bir növ gəldi digər fərdlə qidalandı. Avtomatik onun enerjisi keçir onunla qidalanan fərdə. Məsələn, baxın burada orta ölçülü balıq gəldi kiçik ölçülü balığı yedi. Kiçik ölçülü balığın enerjisinin keçir buna. Orta ölçülü balığı da böyük balıq yeyəndə orta ölçülü balığın enerjisi keçir böyük balığa. Yəni burada bir növ digəri ilə qidalandığı üçün 5-20% enerji keçir onun bədənində yeni maddələrin yaranması üçün sərf olunur. 5-20%. Bir də bura diqqət edin, bitkilər düşən enerjinin 1%-dən istifadə edirlər. Məsələn, testdə yazsa ki, bitkinin üzərindən nə qədər günəş enerjisi düşüb, siz sırf o enerji ilə aparmayacaqsınız həllini, 1%-ni tapacaqsınız. Çünki bitki hamısından istifadə eləmir də 1%-ni götürür. Və qida zənciri 4-5 halqadan artıq olmur, sırf bu enerji məsələsinə görə. Çünki 5-20% indi baxın bura. 5-20% enerji keçir bədənin qurulmasına, 20% keçəndə 80% itirilir, 5% keçəndə 95% itirilir. Yəni buna başqa sözlə deməli deyirik ki, həyat fəaliyyəti üçün sərf olunur. Bir qismi deməli, baxaq nə qədər var. Baxın, tutaq ki, deyir sizə məsələn həllində qida zəncirində minimum itki baş verib. Minimum itki. Deməli, maksimum enerji keçib. Minimum itkidirsə 80% enerji cəmi itirilib. Demək, yerdə qalan 20%-i onun keçib bədəndə hüceyrələrin qurulmasına sərf olunub və yaxud maksimum deyir itki baş verib. Demək, maksimum itki baş veribsə minimum keçmə, yəni onun 5%-i keçib bədənin qurulmasına sərf olunub. Biz
biokütlə piramidası qura bilirik, say piramidası, enerji piramidası, yəni qida zəncirinin halqalarına əsasən buradakı üzüm maddənin miqdarına görə, sayına görə və sairə bir piramida yaradırıq. Piramida aşağıdan yuxarı doğru, belə deyək də, ölçü cəhətdən kiçilir, elə deyilmi? Piramidada ilk halqadan, baxın bura ilk halqadır, məsələn burada produsentlərdir. İlk halqadan sona doğru getdikcə həm ümumi biokütlə, həm növ sayı, həm ehtiyat qida maddəsi, həm də enerji itkisi azalır. Baxın, məsələn, mən buradan bura doğru gedirəm. Aşağıda bitkilərdir, sonda baxın tülkü dayanıb. Biokütlə cəhətdən bitkilər daha üstünlük təşkil edirlər. Demək, bu get-gedə azala gedir. Növ sayı azalır. Bunlarda toplanan ehtiyat qida maddəsi azalır. Sonra enerji itkisi get-gedə azalır və biz buna deyirik ekoloji piramida qaydası. Sonra orqanizmlərin qarşılıqlı əlaqəsindən, yəni biotik əlaqələrdən danışaq indi sizinlə. Biotik əlaqədə var mutualizm, var parazitizm, yırtıcılıq, komensalizm, rəqabət, amensalizm və neytralizm. Hər biri haqqında danışaq, bu sizin yadınızda rahatlıqla qalacaq. Mutualizm müsbət, hər ikisi üçün faydalı olan qarşılıqlı əlaqədir. Məsələn, arı çiçəklərdən nektar toplayır, tozcuq toplayır. Özünə lazımdır da o arıdakı nektar. Həm də bu vaxt bitkiyə də xeyir vermiş olur, çiçəyi tozlandırmış olur. Buna görə deyirik ki, baxın, burada həm arı faydalanır, həm çiçək faydalanır. Hər iki növ üçün faydalı olan bu qarşılıqlı əlaqə adlanır mutualizm. Parazitizm isə biri üçün faydalı, yırtıcılıqda da həmçinin belədir, parazitizmdə, yırtıcılıqda. Biri üçün faydalıdır, digər üçün zərərlidir. Məsələn, baxın, burada pişiyin bədəninə bit düşüb, belə deyək. Bu bit üçün faydalıdır. Parazitlik edir, xeyir götürür, amma pişik üçün zərərlidir. Yırtıcılıq, baxın, böyük balıq, yırtıcı balıq, kiçik balığı yeyir, faydalanır, qidalanır. Kiçik balıq isə ölür. Baxın, bu əlaqə yenə biri üçün faydalı, digəri üçün zərərlidir. Nədir komensalizm, nədir amensalizm? Komensalizm biri üçün faydalı, digəri üçün faydası, yəni neytraldır. Yəni ziyanı da yoxdur, neytral da, yəni nə yaxşıdır, nə pisdir. Amensalizm isə biri üçün zərərlidir, digəri üçün neytraldır. İlk səhifədə yazmışam bunu deyə. Baxın. Burada tutaq ki, bir bitki təsəvvür eləyin. Bitkinin toxumu yapışır heyvanın tükünə, gedir uzaq məsafələrə. Bu toxumların heyvanlar vasitəsilə yayılmasıdır. Yəni bitkinin toxumu yayılmalıdır. Burada heyvan istəmədən də olsa bitkinin toxumunun yayılmasına kömək etdi. Burada bitki nəynədir? Fayda götürdü. Bəs heyvan üçün heç bir fərqi yoxdur. Onun tükünə toxum yapışıb, yapışmayıb. Amma bitki faydalandı. Biri üçün faydalıdır, biri üçün neytraldır. Bu adlanır komensalizm. Amensalizm nədir? Biri üçün zərərlidir, digəri üçün heç bir təsir yoxdur. Məsələn, belə deyək də, bir ot bitkisidir, meşədə, bir ağacın kölgəsində bitib, amma ona işıq lazımdır, işıq sevəndir. Ağac neynəsin ki, onun belə deyək, aşağı hissəsində ot var. Onun üçün neytraldır, heç bir fərqi yoxdur. O otdan bir xeyir görmür, bir ziyan görmür, neytraldır. Amma ot üçün zərərlidir. Bu münasibətlə adlanır amensalizm. Sonra rəqabət, qarşılıqlı təsirdə olan canlıların hər ikisi üçün təbii ki, zərərlidir rəqabət. Tutaq ki, deyək, şirlə pələng, ceyranla cüyür. Məsələn, deyək ki, 2 dənə heyvandır. Məsələn, biri qoyun, biri keçi. Deməli, bir qida üçün mübarizə aparırlar və yaxud yaşayış yeri üçün mübarizə aparırlar, rəqabət aparırlar. Yəni, hər ikisi üçün zərərlidir. Neytralizm isə hər ikisi üçün zərərlidir. Məsələn, fillə meymun bir meşədə yaşayır. Amma nə bir-birinin qidasına qatışacağı yoxdur, nə yerlərinə görə bir-birini narahat eləmirlər. Yəni, hər ikisi üçün neytral, qarşılıqlı əlaqə var və dedik ki, canlıların qarşılıqlı əlaqəsi adlandı biotik amil. Sonra danışaq indi biomüxtəliflikdən.
nədir biomüxtəliflik? Yer üzərində yaşayan canlıların və onların yaşayış şəraitinin müxtəlifliyi. Bu ayrılır üç yerə: genetik, növ və ekosistem müxtəlifliyi. Nədir genetik müxtəliflik? Eyni növlər genetikasına görə bir-birindən fərqlənirlər. Yəni genetik müxtəliflik eyni növə aid olan fərdlərin arasında fərqlilik yaradır. Növ müxtəlifliyi isə bir bölgədə, tutaq ki, və yaxud da yer kürəsində bu növlərin bir-birindən fərqlənməsini göstərir. Ekosistem müxtəlifliyi isə ekosistemlərin bir-birindən fərqlənməsi deməkdir. Yəni genetika müxtəlifdir, növlər müxtəlifdir, ekosistem müxtəlifdir. Sonra bir də burasını vurğulayım. Məsələn, deyirəm növ müxtəlifliyi. Nə deməkdir növ müxtəlifliyi? Biogeosenozu əmələ gətirən növlərin miqdarı deməkdir. Dedimi, biogeosenoz fərdlərin və onların yaşayış mühitində bir yerdə. Bu növ müxtəlif biogeosenozdur və biogeosenozdakı növlər növ müxtəlifliyini əmələ gətirir. Biokütlə üzvü maddə və fərdlər cəminin onda toplanmış enerji ilə birlikdə miqdarı deməkdir. Populyasiyanın sıxlığı isə sahə və ya həcm vahidinə düşən bir növün fərdlərinin miqdarıdır. Biz məncə bunların hər biri haqqında ətraflı danışmışıq və yadınızda saxlayın, bitkilərin biokütləsi heyvanların biokütləsindən daha çoxdur. Bir də burada biz danışacağıq biogeosenozun yaruslarından. Məsələn, enliyarpaqlı meşə biogeosenozunda 5 yarus var. Birinci yarusa aiddir ağaclar, ikinci yarusa da ağaclar, üçüncü yarus kollar, dördüncü yarus otlar, beşinci yarusa isə aiddir deməli mamırlar və şibyələr. 1, 2 ağaclar, 3 kollar, 4 otlar, 5-ci yarusa mamırlar və şibyələrə aiddir. Yəni yarusu mərtəbə kimi başa düşə bilərsiniz. Yəni burada 5 mərtəbə var. Dedik, baxın, hər bir növü də əzbərləyərsiniz. İndi mən bir-bir hamısını sadalamıram. Yaruslar üzrə aşağı doğru getdikcə, yəni yuxarıdan aşağı getdikcə işığa tələbat azalır. Yəni yuxarıdakılar daha çox işığa tələbkardırlar, nəinki aşağıdakılar və kölgəyə davamlılıq artır. Yəni aşağıdakılar daha kölgə sevəndirlər. Bu məncə yadda qalandır. Birinci yarusda olanın kök sistemi daha dərindir. Dördüncü yarusda olanın kök sistemi torpağın səthində olur. 5-ci yarusun ümumiyyətlə kökü olmur. İndi burada normalda 5 yarus var. Amma soruşsa kökə görə neçə yarus var deyəcəyik 4. Çünki 5-ci yarusda mamırlara, şibyələrə biz kök deməyəcəyik. İynə yarpaqlı meşə, mən burada danışdım enli yarpaqlı meşədən. İynə yarpaqlı meşədə və yaxud küknar biogeosenozda deyə bilər 3 yarus var. Ağac, ot, mamır. Birinci ağac, ikinci ot, üçüncü mamır. Ağaclar, küknar ağacları 3 yarus var. Kökə görə desə götürəcəm 2 yarus, çünki mamırları artıq saymayacağam. Və bir də deyə bilər, burada yazmamışam, sıx deyə bilər də, sıx küknar meşəsi. Burada ot örtüyü olmadığına görə deməli yarusda ümumiyyətlə bir dənə olur. Sonra nədir şirin su biogeosenozu? Məsələn, göldür, nohurdur, bunlar şirin su biogeosenozudur və burada yaşayan canlılar bərabər olmur da. Bəziləri səthdə yaşayır, bəziləri sahildə, bəziləri dibdə. Səthdə yaşayanlar planktonlardır. Plankton sözünün mənası ümumiyyətlə azmış deməkdir. Biz bitki mənşəli qidalananları adlandırırıq fitoplanktonlar, heyvan mənşəli qidalananları isə adlandırırıq zooplanktonlar. Bunlar dedim ki, səthdə yaşayırlar və suyun səthi isti olur deyə bura nisbətən daha yaxşı inkişaf edir buradakı canlılar, planktonlar. Sonra var sahil sıxlaşması. Burada yaxşı isinir günəşin təsirindən və deməli burada da su heyvanları təbii ki çox olur, yem bolluğu olur, ona görə daha çox sahildə olurlar. Sonra gəldik dib sıxlaşması. Burada bentoslar yaşayırlar. Bentos deməli dib deməkdir. Burada yazmışam.
Aha. Deməkdir, məsələn, anadontadır, bəzi həşərat sürfələrdir. Bunlar olurlar dibində, hövzənin aşağı hissəsində və ən dərində olur. Günəş də bura zəif düşür. Bir də biz deyirik ki, su qatlarında üzən canlılar, bunlar isə nekton orqanizmlərdir. Məsələn, balıqlardır, xərçənglərdir. Bunlar üzürlər. Nektos ümumiyyətlə üzən deməkdir. Belə, sonra biz burada suksessiyalardan danışırıq. Nədir suksessiya? Bir biogeosinoz digər bir biogeosinozla əvəz olunursa, bu adlanır suksessiya. Sözün mənası ümumiyyətlə nəslə ötürmək deməkdir. İki növü var. İlkin suksessiyalar və ikincili suksessiyalar. İlkində necə olur? Heç bir canlı yaşamır, həyat olmur burada. Burada yaranır yeni bir biogeosinoz. Bu adlanır ilkin suksessiya və çox uzun illər davam edir də, 1000 il falan davam edir. İkincili suksessiya isə əvvəlcədən var olub. Sonra məsələn vulkan püskürüb, deyək, quraqlıq mı olub, yəni necəsə məhv olub, dağılıb, onun yerində yaranır ikincili suksessiya. Belə sonra nə deyəcəm, bu mövzu ilə bağlı slayd əlavə eləməmişəm. Növlərin qorunması, deyirik ki, növləri qorumaq üçün qoruqlar, yasaqlıqlar və milli parklar salınır. Bir də aqrosenozlar. İnsanın yaratdığı, baxın, var təbii biogeosinoz, var süni biogeosinoz. İnsan tərəfindən yaradılan biogeosinoza mən deyəcəm aqrosenoz. Aqros çöl deməkdir. Məsələn, insan salır meyvə bağı, tarla, bostan, park. Bu insan tərəfindən yaradılıb və süni biogeosinozdur. Təbii ilə fərqləri var. Testdə bunların fərqi düşür. Bir-bir deyirəm. Yadda saxlamaq asandır. Təbiidə daha çox növ olacaq, yoxsa sünidə? Təbii ki, təbiidə. Zərərverici təbiidə daha az nəzərə çarpır, amma aqrosenozda, yəni insan tərəfindən yaradılanda çox olur. Nəyə görə? Bunu insan yaradıb da. Ərazi böyükdür, amma bir növ daha çoxdur. Burada indi zərərverici üçün yem bolluğu var da, görəcək ki, yem çoxdur, daha çox gələcək. Demək, daha çox zərərli təsir olacaq. Seçmə, təbii seçmə təsir göstərir, sünidə həm süni seçmə, həm təbii seçmə təsir göstərir və seçmə belə deyək, təbiidə belə deyək, növün xeyrinə olandır. Təbii seçmə növ üçün təsir göstərəcək, amma süni biogeosinozda insanın xeyrinə olan daha çox olacaq. Ekoloji dözümlülük təbii ki, daha dözümlüdür, süni daha az dözümlüdür. Təbii biogeosinozun enerji mənbəyi yalnız günəşdir, amma süni, yəni insan tərəfindən yaradılanda, məsələn, dərmanlar, gübrələr və s. istifadə olunur. Təbii ki, günəş enerjisi də istifadə oluna bilər. Maddələr dövranı təbii biogeosinozda baş verir tam, amma sünidə tam təbii dövran həyata keçirilmir. Niyə? Çünki insan burada belə deyək, qida maddələrinin çox hissəsini də çıxarır məhsuldan bir yerdə. Ona görə tam təbii dövran həyata keçmir. Belə ekologiya mövzusunun izahı bu qədər. Ümid edirəm ki, başa düşdünüz. Biosferi də yükləyəcəm bunun ardı və kiçik bir hissəsi olaraq. Son 1-2 hissəni slayda əlavə eləməmişəm, üzrlü sayarsınız. Belə videonu yoldaşlarınızla bölüşün, faydalı olması üçün kanala abunə olun, bəyənin, şərh yazın ki, dəstək olmuş olasınız. Çox sağ olun.